Salam, hörmətli müəllimlər, xoş gördük hər birinizi. MİQ 2026-cı il üçün çərçivə sənədi artıq təqdim olunmuşdu. Biz isə kurikulumun çərçivə sənədi ilə tanış olacağıq. Demək olar ki, çoxlu dəyişikliklər var. Məsələn, elə mövzular var idi ki, demək olar ki, son illərdə o mövzulara aid heç bir sual düşmürdü. Hətta bu il təhsil qanunlarına aid ümumiyyətcə bir sual görmədik. Məsələn, kurikulum nədir? Təhsil qanunları, müəllimlərin etik davranış qaydaları, dövlət standartları, terminlərin təsviri. Bax, bu kimi əzbərçi mövzulara aid heç bir sualla biz qarşılaşmırıq. Amma bu o demək deyil ki, kurikulumdan artıq bu mövzular çıxarıldısa bizə lazım olmayacaq. Xeyr, müəllimlər, müsahibə mərhələsində bu mövzulara aid sizə suallar veriləcək. Lakin test mərhələsində bu suallar bu mövzuların sualları qarşınıza çıxmayacaq. Müsahibə mərhələsində sizə lazım olacaq. İndi isə müəllimlər, baxaq görək hansı dəyişikliklər var, hansı mövzular əlavə olunmuşdu. Metodiki səriştəlilik və pedaqoji səriştəliyin hər birindən 10 sual imtahanda qarşınıza çıxacaq. İnteqrasiyalar olduğu kimi yerində qalmışdı. 21-ci əsrin kompetensiyaları. 21-ci əsrin kompetensiyalarına yadınıza düşürsə, dövlət standartlarında səriştələr mövzusu var idi. Orada var idi 3 cür səriştə var idi. Təfəkkürlə, fəaliyyətlə və dəyərlərlə bağlı səriştələr. Bax, o həmin səriştələr 21-ci əsr kompetensiyaları ilə elələri var idi ki, eyni idi. Bəziləri isə oxşar idi. Artıq səriştələr çıxarılmışdı, amma kompetensiyalar yerində qalmışdı. Daha sonra təfəkkürün növləri olduğu kimi qalır yerində. Düşünmə formaları abstrakt, analitik düşünmədə olduğu kimidir. Ancaq praktik və produktiv düşünmə formaları yeni əlavə olunmuş düşünmə formalardır. Sonra müəllimlər baxaq bir-bir. Səriştə əsaslı tapşırıqların hazırlanması, Doktor Norman, dərin bilik səviyyələri. Baxın müəllimlər, bu da yeni bir mövzudur. İş üsulları da olduğu kimi yerində qalıbdı. Yeni bir iş üsulu əlavə olunmuşdu. SWOT analizi. SWOT analizi, bu yeni bir iş üsuludur. Sonra müəllimlər, təlimdə rəqəmsal vasitələr və süni intellekt, bəli, bu da çox maraqlı olacaq. Bununla bağlı müəllimləri müəyyən təlimlərə göndərirdilər. Lakin elə kurikuluma əlavə olunmaqlarda lap yaxşı oldu. Məsələn, Kahoot, Classroom, Quizzes, ChatGPT, Canva və sair deməli proqramlar. Tədrisdə dizayn düşüncəsi, bu da müəllimlərə lazım olan bir mövzudur. Müəllimlər, maraqlı olacaq sizin üçün. Düşünməyin ki, sıxıcı olacaq, darıxdırıcı olacaq. İnanın ki, o darıxdırıcı mövzular artıq çıxıb getdi. Məsələn, terminlərin təsviri var idi ki, MİQ-ə hazırlaşan müəllimlər bunu öyrənməkdə biraz çətinlik çəkirdilər. Çünki bu müəllimlər fənd kurikulumunu görməmişdilər ki, məsələn də hər fənin öz kurikulumu var. Məsələn, onun kitabı olsun və saytı olsun görməmişdilər və bunları öyrənmək biraz onlar üçün çətin idi. Amma sertifikasiya müəllimlər üçün asan idi, çünki gündəlik olaraq özləri istifadə edirdilər məktəbdə. Bu baxımdan da həqiqətən də əzbərçi mövzuların çıxarılmağı daha yaxşı oldu sizin üçün. Qiymətləndirmədə də heç bir dəyişiklik yoxdur. Gəldik çıxdıq müəllimlər pedaqoji səriştəlliyə. Pedaqoji səriştəllikdə təhsildə müasir pedaqoji yanaşmalar, düzdür, bu var idi. Müəyyən mövzuların içində var idi, amma məsələn əməkdaşlığa əsaslanan bu var idi. Konstruktiv, refleksiv, adaptiv və s. Məsələn, bunlar yox idi. Bu da yeni bir mövzudur demək olar ki. Şəxsiyyətin formalaşdırmasında və inkişafında, bəli, bu yeni mövzu deyil. Gardnerdir, Piagetdir, Vygotsky'dir, Karl Dweck'dir, Kohlberg'dir, Gagne'dir, Goleman'dır. Yəni bunlar olduğu kimi yerində qalıbdı. Brunner'in kognitiv öyrənmə nəzəriyyəsi, tədqiqat əsaslı öyrənmə nəzəriyyəsi. Bax, bu yeni bir mövzudur. Rokers'in şəxsiyyət yönümlü yanaşma, bu da yeni bir mövzudur. Sonra sinifdə təhlükəsiz psixososial mühitin qurulması. Bunlar hər biri lazımlı mövzulardır müəllimlər. Yəni müəllimlərin sinifi idarə etməsi üçün həqiqətən də çox lazımlı mövzulardır. Sosial emosional öyrənmə olduğu kimi qalır yerində. Pozitiv, baxın müəllimlər, pozitiv intizam və bərpa edici yanaşma. Bəli, bu da müəllimlər yeni mövzudur. Daha sonra
müəllim, bəli, bu qədər müəllimlər demək olar ki, hesablasaq 9-10 yeni belə deyim də 7 mövzumuz var. Amma məsələn iş üsulları olsun, düşünmə formaları olsun. Bunlar da birlikdə hesablasaq 9-10 belə yenilik var kurikulumda. Yenə deyirəm, gözünüz qorxmasın, çox maraqlı olacaq sizin üçün. Elə nəzəriyyələri öyrənmək maraqlıdır bizim üçün. Nəinki digər əzbərçi mövzuları, yəni kurikulumdan çıxarılan mövzuları. Belə müəllimlər, narahat olmayın. Yəni düşünürəm ki, yaxın zamanlarda kurikuluma aid yeni vəsait də çıxacaq. Yəni bunun sayəsində biz yeni mövzuları da öyrənmiş olacağıq.